Salam əziz dinləyicilər, bugün mən sizə azadlıq, bərabərlik və qardaşlıq prinsiplərinə nəzər yetirəcək. İndi bu azadlıq, bərabərlik, qardaşlıq anlayışına mən izahat verək. Azadlıq, bərabərlik və qardaşlıq anlayışları müasir demokratik cəmiyyətin ideoloji və fəlsəfi əsasını təşkil edir. Bu üçlük xüsusilə 18-ci əsrdə baş vermiş Fransa inqilabı dövründə siyasi şüar kimi formalaşmış və sonradan ümumi bəşəri dəyərlər statusu qazanmışdır. Yəni o vaxtı Fransa inqilabında azadlıq, bərabərlik və qardaşlıq şüarları səslənmişdir. Onlar insan hüquqları, sosial ədalət və vətəndaş həmrəyliyi prinsiplərini əsas tuturdular. İndi bu azadlıq, bərabərlik və qardaşlıq anlayışının bir izahını verək. Azadlıq fərdin öz iradəsinə uyğun olaraq düşünmək, ifadə etmək və hərəkət etmək hüququdur. Hər bir insan azaddır. Hər bir insanın yaradan onun həyat proqramı verib. Hər bir insan bu proqram əsasında öz həyat tərzini qurur. Hər bir insanın öz düşüncəsi var, öz dərk etmə qabiliyyəti var. Yəni Allah da insanları elə yaradıb ki, onlar azaddır və azad da öz missiyasını yerinə yetirə bilər. Hər bir insan qarşısında olan vəzifələri düşünərək həyata keçirir və beləliklə heç başqa insanlar, deyək ki, bir fərdin azadlığını əlinə ala bilməz, onun həyat proqramına girişə bilməz. Başqa insan, hansı bir fərdin onun həyat tərzini poza bilməz. Yəni, bu qanunda bu cür səslənir. İndi bu fəlsəfi baxımdan azadlıq insanın xarici məhdudlərindən və zorakılıqdan azad olması ilə yanaşı, daxili şuurlu seçim imkanını da əhatə edir. İndi biz buna fəlsəfi baxımdan desək və hər bir insanın xarici məhdudiyyətləri var. Məsəl üçün, belə deyək ki, hər bir insan cəmiyyətdə, dövlətdə, ailədə müəyyən məhdudiyyətləri var. Və bu məhdudiyyətlər deyəndə müəyyən tutaq ki, dövlətdə dövlət qanunları ki var, hər bir fərd o dövlət qanunlarına itaət etməlidir. Məsələn, ailədə, ailə münasibətlərində düzgün yanaşmalıdır. Cəmiyyətdə də özünü aparmaq qaydalarını bilməlidir. Və elə proseslər də var ki, o xarici məhdudiyyət nəticəsində insanın bir növ azadlıq hüququ pozulur. Bəzən deyək ki, cəmiyyətdə hər hansı bir insana müəyyən zorakılıq hadisələri həyata keçirilir və bu zorakılıq
hadisələrin nəticəsində insanın azadlığı pozulur. Məsələn, tutaq ki, deyək ki, siyasi partiya sədridir, buna zorakılıq edilir dövlət tərəfindən və zorakılıq nəticəsində onun azadlıq hüququ əlindən alınır. Yəni, belə hadisələr çox olub, çox şahid olmuşuq. Və eyni zamanda hər bir insanın Allah Teala şuur verib, mental şuur dairəsi verib. Hər bir insan öz mental şuur dairəsində seçim etmək qabiliyyətinə malikdir. Hər bir insan elə etməlidir ki, o seçimdə düzgün yol seçsin, əyri yola getməsin, haqq yoluna adımlasın və o haqq yolunda o həqiqətlərin casusluq kimi özünü göstərə bilsin. Bunu bu cür fikir söyləmək olar. Məsələn, hüquqi səviyyədə, hüquq formasında isə biz bunu deyirik ki, hər bir insanın deyək, söz azadlığı olmalıdır. Dövlətdə, cəmiyyətdə hər bir insan özünün hüququnu tələb etmək hüququ verirlər və o öz kimsə, hər hansı bir başqa bir şəxs tərəfindən həmin fərdin hüququ tapdalanırsa, o özünün hüququnu bərpa etmək üçün özünün o sözünü deyir və o söz demək qabiliyyəti, qüdrəti olmalıdır. Yəni, hər bir fərd azaddır ki, öz sözlərini cəmiyyətdə də, dövlətdə də deyə bilsin. Hər bir insanda vicdan da olmalıdır. Hər bir insan öz vicdanını qulaq asmalıdır. İndi, məsələn, elə insanlar var ki, o vicdan deyilən termini məsələn anlamırlar. Vicdan nə olan şeydir, onu dərk etmirlər. Məsələn, bizim dini rəhbərimiz deyir ki, mən hələ bilmirəm ki, vicdan nə olan şeydir. Bu bir din xadimin öz dediyi fikirdir. Sonra hər bir insan bu din seçimində də müstəqildir. Yəni ki, sən tutaq ki, xristiansan, İslam dini seçə bilərsən. Yəni, hər bir fərd azaddır və o fərd özü din seçimində istənilən dini seçə bilər. Yəni, deyək ki, məsələn, İslam dininə beyət edən xristian ola bilər, xristian dininə beyət edən İslam ola bilər və yaxud da bütpərəst ola bilər. Yəni, dində də hər bir insan azad olmalıdır. Sonra toplaşmalar, müəyyən xalq kütlələrinin toplaşmasında da hər bir fərd özünün düşüncəsi ilə hərəkət etməlidir. Yəni, o kütlənin ideyasına yox, öz ideyasına hərəkət etməlidir. Hər bir insanın hərəkət azadlığı olmalıdır. Yəni, hər bir insanın hərəkəti, yəni müəyyən bir fəaliyyət dairəsi var, o fəaliyyət dairəsini düzgün yerinə yetirməlidir. Ona görə də belə bir nəticəyə gəlmək olar ki, hüquqi kontekstdə azadlıq, söz, vicdan, din, toplaşma və hərəkət azadlığı kimi fundamental hüquqlarla təmin olunmalıdır. Bundan başqa azadlıq mütləq xarakter daşıyır. Deməli, daşımır, mütləq xarakter daşımır. Yəni, azadlıq bir növ sadə formada fəaliyyət göstərir və belə
Ona görə də məsələn bir fərd başqa şəxslərin hüquqlarını pozmamalıdır. Bir fərd başqalarına öz müsbət münasibətini göstərməlidir və başqalarının deyək ki, şəxsiyyətini tapdalamaq olmaz. Onda belə bir fikir söyləyə bilərik ki, azadlıq mütləq xarakter daşımır və digər şəxslərin hüquqlarını pozmadığı müddətdə həyata keçirilə bilər. İndi azadlıq haqqında müəyyən fikirlər söylədim. İndi gəlin bərabərlik haqqında. Mən sizə dedim də, bu qanun belə gedir də. Azadlıq, bərabərlik və qardaşlıq. İndi gəlin biz bərabərlik anlayışına baxaq. Deməli, bərabərlik belə deyək. İstənilən cəmiyyət üzvünün müəyyən qanun qarşısında müəyyən hüquqa malik olmalıdır. Yəni ki, cəmiyyətdə hər bir fərdin müəyyən qanun qarşısında öz hüququnu həyata keçirməyə bacarmalıdır. Mən dövlət qanunudur, tutaq ki, dövlət qanunu hər bir fərd onu hüquqi cəhətdən, həmin dövlət qanunu dərk etməlidir. O dövlət qanununun mahiyyətini anlamalıdır. O dövlət qanunun bir növ xüsusiyyətlərini öyrənməlidir və bilməlidir ki, bu dövlət qanunu fərd yeni etirəndə hansı hüquqi imkanlara malikdir. Və eyni zamanda iqtisadi sahələrdə də ayrıseçkilik olmamalıdır, yəni bərabərlik olmalıdır. Məsələn, deyək ki, müəyyən bir hadisədir. Məsələn, mənim bir olmuş hadisədir. Mən bir qohumum çayçıda işləyirdi, çay paylayırdı Bakıda və bu çayçı işlədən də bir zonadan idi və mənim qohumuma o elə bilirdi ki, o çayçıda işləyən o qulluqçular da hamısı o çayçını işlədən adamın bir növ yerləridir. Bu da elə başa düşürdü ki, mənim qohumum da o zonadandır. Və nəhayət bir gün bu çaya qulluq edənlər biri mənim qohumdan soruşur ki, sən hardansan? Bu da deyir ki, məsələn, mən filan rayondanam. Yəni, yerlisən, yoxsa başqa zonadansan? Deyir, yox, mən yerliyəm. Bu qulluqçusu gedir çayçının müdürünə deyir ki, bu bizdən deyil. Bu başqa rayondandır. Bunu mənim qohumu çağırır və çayçı müdür deyir ki, sən bizim zonadan deyilsən? Deyir, yox. Mən filan rayondanam, əsl o rayondanam. Əslim oradandır. Bunu eşidəndə çayçının sahibi çox pis olur və qohumu söylür ki, səhərsi gün deyək ki, çayçıdır.
Bu hadisə Bakıda olubdur. Ta ki, hər deyək ki, qulluqçuya deyək 5 dənə stol düşür. İndi mənim qohumumu bilmir necə çıxarsın və deyir ki, sən 10 dənə stola qulluq eləyirsən. Öz yerlərinə deyir ki, siz isə 5 stola. Mənim qohumum da 10 stola qulluq eləyir. Görür ki, bu çayçı sahibi görür ki, bu 10 dənə stola qulluq elədi. Bir nə deyək ki, nəsə bir tapmır ki, bir nöqsan tapır ki, mən bu qohumumu çayçıdan işdən çıxarsın. Və bir neçə gündən sonra deyir, yox, sən 15 stola qulluq eləyirsən. Sonra bu qohum gəlir atasına deyir ki, bax bu çayçının sahibi mənə deyir ki, 5 stol, sonra 10 stol, sonra 15 stol. O birisi qohumla, o birisi yəni xidmətçilərə 5 stol deyir, ancaq mənə hər dəfə 3 gündən bir, 4 gündən bir 5 stol, 10 stol, 15 stol artırır. Sonra atası gəlir o çayçının rəhbərinə, çayçının müdürünə deyir ki, mənim oğlumu nə incitirsiniz? Qırmızı deyir ki, sən bizdən deyilsən, bizim zonadan deyilsən. Atası da tüpürür o çayçının müdürünə, deyir, tüpürüm sənin çayçına da, sən özünə də. Elə siz kimi adamlar bu Azərbaycanda yerpərəstlik edirsiniz. Allah sizin kökünüzü kəssin. Deyir, çıxır və qohum da işdən çıxardı, yəni. İndi bu deyirik, iqtisadi sahələrdə ayrı seçkilik. Yəni, mən misal çəkim çayçının, adi bir çayçıda ayrı seçkilik yaradırlar. Yəni, burada mənim qohumun azadlıq hüququnu əlindən aldılar, ayrı seçkilik etdilər. Yerliçiyə yol verirlər. Mən onu da demək istəyirəm, Azərbaycan yerpərəstlik aşıb daşır. Hər yerdə baxsan ki, ayrı seçkilik, yerpərəstlikdir. Dövlət hara baxır, bilmirəm. Və ona görə də bu fikri belə bir nəticə cəmləşdirə bilərik ki, bu prinsip sosial, siyasi, hüquqi və iqtisadi sahələrdə ayrı seçkiliyin yol verilməsinə əsaslandır. Yəni, yol verilməz, ayrı seçkilik etmək olmaz. Yəni, bərabərlik olmalıdır. Yəni, əgər hər qulluqçuya, çayçıda hər qulluqçuya 500 stol tapşırılırsa, burada yerlipərəstlik olmamalıdır. Hər qulluqçuya 5 stol tapşırılmalıdır. Yoxsa sən mənim qohuma 5, 10, 15 stol tapşırmaqla işdən çıxartmaq istəyirsən, bahane axtarırsan. Belə alçaq insanlar var Azərbaycanda. Müasir nəzəriyyələrdə bərabərlik yalnız formal hüququ bərabərliklə məhdudlaşmır. Eyni zamanda imkan bərabərliyi anlayışını da aid edir. Təhsil, səhiyyə və əmək bazarında bərabər imkanların yaradılması sosial ədalətin təmin olunmasına mühüm rol oynayır. İndi gəlin baxaq, təhsil sahəsində də baxaq, səhiyyə sahəsində də, əmək bazarlarında da baxaq. Burada bərabərlik missiyası yerinə yetirilirmi? Əsla yox. Hara gedirsən, yerliçilik toxumu səpilidir. İstər bazara gelsən, yerliçilik toxumu səpilidir. Təhsil məsələsində, məktəblərə gelsən, yerliçilik prinsipi hökm sürür. Ali məktəblərə gelsən, yerliçilik başarıb gedir. Məsələn, deyək ki, xəstəxanaya gelsən, xəstəxana müdürləri, yəni xəstəxana müdürlər hamısı yerliçilik prinsipini həyata keçirir. Çalışır ki, ətrafına öz zonasına olan kadrları seçsin.
və başqa yerli kadrları xəstəxanalardan, təhsil ocaqlarından və yaxud da əmək bazarlarına, yəni ictimai yaşa müəssisələrindən, restoranlardan, təhsil, ticarət mərkəzlərindən bir növ uzaqlaşdırırlar. Və ona görə də bərabərlik anlayışı pozulur. Və bərabərlik anlayışına deməli, əməl olunmur. Sonra bir də dedik də, azadlıq, bərabərlik, qardaşlıq. Qardaşlıq anlayışı, qardaşlıq o deməkdir, insanların bir-birinə qarşı hörmət, əməkdaşlıq və məsuliyyət hissi ilə yanaşması ifadə olunur. Hər bir insan bir-birinə hörmət bəsləməlidir. Hər bir insan bir-birinə arxa durmalıdır, bir-bir insana kömək etməlidir. Hər bir insan bir-birinə qarşı münasibətdə məsuliyyət hiss eləməlidir. Ancaq cəmiyyət pozulubdur. Hansı deyək ki, idarəyə getsən, görürsən ki, idarə müdürləri qoçuluq edir, at oynadır. İşçilərini təhqir edir, söyür, şəxsiyyətini alçaldır. Elə bir ki, buranın bir, nə deyimsə, kiçik bir idarədir. İdarə müdürü özünü elə bir ki, əstəğfurullah, əstəğfurullah deyirəm, elə bir özünü bir Allah sayır. Özünü bir hegemon bir müdür kimi aparır. Harada oldu bu qardaşlıq missiyası, qardaşlıq münasibəti? Yəni, bu idarə rəhbərləri öz işçilərini bir növ aşağılayır, təhqir edir, hörmətsizlik edir. Və yeri gələndə deyir ki, xoşun gəlmir, işləmə. Bu nə prinsipdir? Bu nə adətdir? Bu nə qanundur? İdarə müdürü, kiçik bir idarə müdürüdür. Deyir, işləmsən get. Səni saxlayan yoxdur burada. İşçini təhqir edir. Ağzına gələn deyir. Sonra deyir ki, xoşuna gəlmir. İdarədən çıx get. Səni saxlayan yoxdur. Mən səni söyləyəcəm də, atana da söyləyəcəm, anana da söyləyəcəm. Səni təhqir edəcəm, sən onu yeməlisən. Və ancaq belə bir şəraitdə sən mənim idarəmdə işləyə bilərsən. Belə insafsızlıq olmaz axı, belə haqsızlıq olmaz. Bu idarə müdürləri niyə işçilərini təhqir edir, hörmətdən salır, aşağılayır kollektiv içərisində, işçilərin içində. Belə olmaz axı, bu hara gedib çıxır? Bu dövlət müdürləri, qardaş, mənəm deyir. Və belə olan halda bu qardaşlıq prinsipi, qardaşlıq prinsipindən danışmaq olarmı? Əslə yox. Qardaşlıq prinsipi sosial parçalanmanın qarşısının alınmasında, münaqişələrin sülh yolu ilə həllində və ictimai etimadın möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bax, elə bu sosial parçalanmadan gedir də. Bayaq dedim, çayçı məsələsi. Yerlikpərəstlik. İdarələrdə yerlikpərəstlik baş alıb gedir. Və bu da sosial parçalanma, yəni xalq kütlənin parçalanmasına gətirib çıxarır. Cəmiyyətdə parçalanma prosesi baş verir. Və yaxud da ki, dövlətlər arasında sülh olmasa, bu münaqişəyə gəlib çıxarır. Yəni ki, Ukrayna-Rusiya müharibəsini biz misal göstərə bilərik. Belə fikirləri mən sizə demək istəyirəm.
Və indi müəyyən mənada bu azadlıq, bərabərlik və qardaşlıq bir-birini tamamlayan dəyərlərdir. Azadlıq, bərabərlik olmadan ayrı seçkiliyə, bərabərlik, qardaşlıq olmadan isə formal və ruhsuz bir prinsipə çevrilə bilər. Qardaşlıq isə azadlıq və bərabərliyin real həyatda tətbiqini təmin edən sosial bir bağ rolunu oynayır. Deməli, onda biz belə bir nəticəyə gələ bilərik ki, azadlıq, bərabərlik və qardaşlıq müasir demokratik cəmiyyətlərin dayanıqlı inkişafının əsas sütunlarıdır. Bu dəyərlərin qorunması və inkişafı hüquqi mexanizmlərlə yanaşı, yüksək vətəndaş şüuru və sosial məsuliyyət tələb edir. Onların harmonik şəkildə tətbiqi ədalətli və inklüziv cəmiyyətin formalaşmasına zəmin yaradır. Azadlıq, bərabərlik və qardaşlıq anlayışları insanlıq tarixində ədalətli cəmiyyət qurmaq arzusu ilə sıx bağlı olmuşdur. Bu dəyərlər xüsusilə 1789-cu il Fransa inqilabı zamanı siyasi şüar kimi formalaşsa da, onların ideya kökləri daha dərin dövrlərə, antik fəlsəfəyə, dini təlimlərə və maarifçilik hərəkatına gedib çıxarır. Tarixi proseslər göstərir ki, bu anlayışlar cəmiyyətin siyasi və sosial transformasiyasında mühüm rol oynadır. Məsələn, tarixi nəzər yetirsək, məsələn, antik Yunanistanda azadlıq anlayışı vətəndaşların ictimai qərarlarının qəbulunda iştirak etməsi ilə əlaqələndirilmişdir. Afina demokratiyasında azadlıq yalnız azad vətəndaşlara aid olsa da, bu model siyasi azadlıq ideyasının əsasını qoymuşdur. Orta əsrlərdə 1215-ci ildə qəbul edilmiş Magna Carta sənəd kimi kral hakimiyyətini məhdudlaşdıraraq hüquqi azadlıqların inkişafına mühüm mərhələ olmuşdur. Bu sənəd fərdi hüquqların dövlət hakimiyyətinin üstün ola biləcəyini göstərmişdir. Müasir dövrdə, məsələn, 18-ci əsrdə Amerika müstəqillik bəyannaməsi olub, 1776-cı ildə qəbul olunub. Bu, Amerika müstəqillik bəyannaməsində insanın azad olduğunu və azad yaşama hüququna malik olduğunu bəyan edilmişdir. Bu sənəd müasir insan hüquqları anlayışının formalaşmasına güclü təsir göstərmişdir. Bərabərlik anlayışı əsasən sinfi və hüquqi seçkiliyə qarşı mübarizə fonunda inkişaf etmişdir. Fransa inqilabı dövründə feodal imtiyazların ləğvi və qanun qarşısında hamının bərabərlik prinsipinin elan olunması, bərabərlik ideyasının siyasi realına çevrilməsinə səbəb olmuşdur. 19-cu əsrdə Amerika Birləşmiş Ştatları və Avropada köləliyin ləğvi hərəkatı bərabərlik anlayışının genişlənməsinə mühüm töhfə vermişdir. Abraham Lincoln rəhbərliyi ilə köləliyin ləğvi hüququ bərabərlik yolunda tarixi addım olmuşdur. 20-ci əsrdə qadınlara seçki hüququnun verilməsi və irqi ayrı seçkiliyə qarşı mübarizə, bərabərlik prinsipinin sosial həyatın bütün sahələrinə tətbiqi gücləndirmişdir. Qardaşlıq anlayışı cəmiyyət üzvləri arasında həmrəylik və qarşılıqlı məsuliyyət ideyasını ifadə edir. İslam, xristianlıq və yahudilik kimi səmavi dinlər insanları bir-birinə qardaş kimi yanaşmağa çağırmışdır. Xüsusilə İslamda
ümmah anlayışı sosial həmrəyliyin dini əsasını təşkil edir. Fransa inqilabında qardaşlıq ideyası xalq birliyinin möhkəmləndirmək məqsədi daşıyırdı. Daha sonra bu prinsip sosial dövlət anlayışının formalaşmasına təsir göstərmişdir. İkinci Dünya Müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı xalqlar arasında qardaşlıq və əməkdaşlıq ideyasını təşviq etməyi qarşısına məqsəd qoymuşdur. Tarix göstərir ki, azadlıq, bərabərlik və qardaşlıq ayrı-ayrılıqda deyil, qarşılıqlı vəhdət şəklində cəmiyyətin inkişafına töhfə verir. Məsələn, Fransa inqilabı bu üç prinsipi birgə irəli sürərək müasir demokratik dövlətinin modelini, ideoloji əsasını yaratmışdır. Onda biz bütün bunları birləşdirib belə bir nəticəyə gələ bilərik ki, azadlıq, bərabərlik və qardaşlıq tarix boyu cəmiyyətlərin sosial və siyasi inkişafında həlledici rol oynamışdır. Bu anlayışlar yalnız keçmişin ideyaları deyil, müasir dünyada da insan hüquqları, demokratiya və sosial ədalətin əsas dayaqlarıdır. Tarixi təcrübə göstərir ki, bu dəyərlərin qorunması və inkişafı davamlı sülh və ictimai rifah üçün zəruridir. Əziz dinləyicilər, bax bu söhbət ondan gedir ki, bax bu fikirləri mən söylədim və söhbət ondan gedir ki, bu indi əlavə mən fikirlər söyləmək istəyirəm. Bu azadlıq, bərabərlik haqqında müəyyən fikirlər söylədim və indi bu azadlıq, bərabərlik və qardaşlıq prinsiplərinin indi istəyirəm ki, bu qırmızı kitabda olan fikirləri sizə söyləyim. Bu söylədiyim ümumi fikirlər idi, danışdım. Hələ qədim dövrlərdə deyək, millətlər bu sözlərlə bağırırlar. Azadlıq, bərabərlik, qardaşlıq. Yəni bu Fransa inqilabından təmələ qoyulmuşdur. Bu barədə dedik. O zamandan tutulmuş kimi bu sözlər tez-tez təkrar. Yəni ki, bütün xalq nümayişlərində, mitinglərdə azadlıq, bərabərlik və qardaşlıq sözləri həmişə bu sözlər eşidilir. İstənilən dövlətlərdə baş verən xalq mitinglərində, xalq nümayişlərində bax bu anlayışlar həmişə dövlət qarşısında səslənir. Hər kəsdən gələn bir aldadıcı fikir dünyanı əfsanə kimi dolaşır. Əsl fərdi azadlıq kütlənin təzyiqinə çəpər çəkməkdir. Məsələn, tutaq ki, ağıllı bir adam güman edilən danışmış bir sözləri anladır. Onların mənasına və ziddiyyətinə fərqinə fikir vermir və bu sözləri bir-birinə bir növ uyğunlaşdırır. Yəni, belə bir hadisə də baş verir. İndi məsələ ondadır ki, mən istəyirəm ki, bilirsiniz ki, mən sıfır sisteminə qoşulmuşam və sıfır sistemində bir növ ilahi qüvvələr də, ali qüvvələr də, yüksək şuurlar da və yatmanlar da qulaq asır. Necə siz mənim videoma qulaq asan kimi onlar da qulaq asır. Bu hamısını mən sirli qüvvələr adlandırmışam və istəyirəm bu sirli qüvvələr onlar bunu necə dəstəkləyir, necə anlayır. Bu haqda mən fikir söyləmək istəyirəm.
və vaxtda onu demək istəyirəm ki, bir şey də nəzərə çatdırım sizə. Mən burada bir mövzunu da yaddan çıxartmışam. Bu təbiətə bərabərlik yoxdur mövzusu. Ben bu mövzu hakkında istəyirəm qanun haqqında istəyirəm mənim fikirlər söyləyim. Bu təbiətə bərabərlik deyəndə indi ilahi qüvvələrdən sizə qoyacaq istəyirəm. İstəyirəm ki, bu mövzu qanunu da biraz izahını verim. Çünki gələn dəfə mən istəyirəm ki, sizə növbəti qanundan danışım. Bu növbəti qanun bizdə deməli zadəganlıqda imtiyazın ləğv edilməsidir. Ona görə də mən istəyirəm ki, bu qanun yaddan çıxıbdır, bunun izahını vermək. Elə bu barədə istəyirəm danışam. Təbiət özü zehni bərabərsi yaradır. Təbiət özü zehni bərabərsi əlbəttə ki, yaradır. Yəni, yer planetində deyək, biz insanlar ali şüura malikik, ancaq heyvanlardır, bitkilərdir, onlar ibtidai şüura malikdirlər. Elə buradan görünür ki, təbiət özü müəyyən canlıları qruplara bölübdür. Yəni, heyvanlar aləmi bir tərəfdən bitkilər aləmi, bir tərəfdən insanlar bir tərəfdən. İnsanlar ali şüura malikdir və heyvanlar, bitkilər də ibtidai şüura. Elə buradan da təbiət necə? Burada zehni bərabərsizlik yaradır. Bax, bu məna, bu fikir bunu açıqlayır. Yəni, bu deməkdir. Müəyyən mənada izahat verdim. Belə olan halda heç bir azadlıq ola bilməz. Elə bu təbiətin özündən başlayır da, bu yəni hansı biz azadlıqdan söhbət gedə bilər ki, təbiətin özü elə burada zehni bərabərsizlik yaradır. Yəni mental şuur dairəsinin inkişafında parçalanma var. Deyək ki, bizim mental şuur dairəmiz deyək 30% ise ibtidai şuur daireleri olanlar ise vahid deyək. Heyvanlar da, bitkilər də. Və insanların xarakterləri və qabiliyyətləri hakimiyyət ixtiyarında olan qanunlarla eyni təşkil edir. İndi qanunla belədir də, dövlət qanunlarını hər bir dövlətin vətəndaşı dövlət qanununa itaət etməlidir, dövlət qanununa rəayət etməlidir və öz həyat proqramını dövlətin qanunlarla deməli uyğunlaşdırmalıdır və insan öz həyat proqramına yetirdiyi qanunlar dövlətin qanunlarla eyni təşkil etməli. Bax, belə bir fikir söyləmək olar. Kör izdihamı müzakirə etmək. Yəni ki, ömür boyu, yəni bu nümayişlərin deyirlər ki, bu xalq nümayişlərini müzakirə etmək mənasızdır. Yəni bir dövlətdə ki, müəyyən nümayişlər olur və dövlət tərəfindən nümayişlər yatırdılır, nümayişlərin qarşısı alınır, söz azadlığı boğulur. Belə olan halda bunu müzakirə etməyə ehtiyac varmı?
Məsələn, sosial şəbəkələrdə insanlar çıxış edir və çıxış edirlər ki, haqq ədalət pozulur, dövlət qanunu icra olunmur, insanların maddi rifah halı pisləşir, insanların hüquqları tapdalanır, insanların haqq səsləri boğulur və bu qədər sosial şəbəkələrdə çıxışlar olur, ancaq heç bir reaksiya olmur dövlət tərəfindən. Dövlət rəhbəri tərəfindən bir reaksiya olunmursa, onda nəyə lazım? Ona görə kör izdihamı müzakirə etmək ehtiyacı lazım gəlmir. Siyasət baxımından eyni insanlar kördür. Yəni insanlar yəni kütlələr siyasəti dərk etmirlər. Və bir növdə bu siyasi icmaçılar mənim baxımdan bu baş verən prosesləri hərə öz dərk etmə qabiliyyətində müzakirə edir. Siyasi icmaçılar var ki, o dövlətin manifini müdafiə edərək o səviyyədə çıxış edir. Mənim siyasi icmaçılar isə müxalifət yönümlüdür və onlar xalqın hüquqlarını əsasında çıxışlar edirlər. Yəni burada da bərabərlik pozulur. Yəni onda belə fikir söyləmək olar ki, nəinki təbiətdə bərabərlik yoxdur, elə ictimaiyyətdə də, cəmiyyətdə də bərabərlik yoxdur. Və bu qanunda deyilir ki, əgər bir axmaq dövləti idarə edirsə, siyasətdən heç bir şey başa düşməyəcək. Yəni elə dövlət rəhbərləri var ki, onlar siyasətdən başı çıxmır, siyasəti tam dərk etmir və belə siyasəti dərk etməyən rəhbərlər əlbəttə ki, onlar heç vaxt dövləti idarə edə bilməyəcəklər. Yəni bu qanunda deyilir ki, bu qırmızı kitabın təbiətdə bərabərlik yoxdur. Qanunda deyilir ki, əgər bir axmaq dövləti idarə edəcəksə, siyasətdən heç bir şey başa düşməyəcək. Əlbəttə, siyasəti başa düşməyən bir adam dövləti necə idarə edə bilər? İdarə edilməyəcək. Keçdikcə onu hakimiyyətdən yıxacaqlar. Və qanunda deyilir ki, bütün bu rəhbərlər üçün göz ardı edildi. Yəni belə siyasətdə başı çıxmayan dövlət rəhbərləri xalq üsyanları tərəfindən, yaxud da xarici agentlər tərəfindən, yaxud da xarici dövlətlər tərəfindən hakimiyyətdən yıxılır. Bununla yanaşı sülaləlik qaydası əsas götürülməlidir. Burada ata siyasi işlərin gedişatı haqqında ona məlumat verməlidir. Bu qanunda deyil, yəni bu mənim özümün fikrim deyil. Bu qırmızı kitabın qanunudur və qırmızı kitab qanununda belə deyilir. Məsələn, bu məsəl üçün deyək ki, Səudiyyə Ərəbistanıdır. Məsələn, ata dünyasını dəyişir, onun yerinə oğlu gəlir. Yəni Səudiyyə Ərəbistanda bu cür proseslər baş verir. Eyni zamanda, məsələn, başqa dövlətlərdə də belə hadisələr rast gəlinir. Yəni ona görə də, yəni bu mənim fikrim deyil ki, yəni kimsə desin ki, sən niyə belə deyirsən? Bu qırmızı kitabın təbiətə bərabərlik yoxdur qanundadır. Və bu qanunda deyilir ki, bununla yanaşı sülaləlik qaydası əsas götürülməlidir. Ata siyasi işlərin gedişatı haqqında ona məlumat verir. Bu haqda heç bir kəs heç bir şey bilməməlidir. Yəni bu proseslər gizli olur, gizli həyata keçməlidir. Heç kəs bilməməlidir ki, gələcəkdə yəni ata öz varisini oğluna verəcək və o sirləri gizli saxlanılır. Yəni nə cəmiyyət, nə ictimaiyyət, nə xalq bilməməlidir. Bu gizli aparılmalıdır.
Ancaq sülalə üzvləri istisnadır. Yalnız o sülalənin içində bu proses gedir, bu proses izahlanır ki, gələcəkdə məsələn ta ki Səudiyyə Ərəbistanda ata vəziyyət ağır dünyasını dəyişmək istəyir. O atanın da deyək bir neçə oğlu var və bu ailə daxilində müzakirə olunur ki, ata dünyasını dəyişəndən sonra hansı oğlu hakimiyyətə keçəcək. Və bu məsələ deməli bu sülalə üzvləri daxilində bu məsələ həll olunur. Ona görə də yazılır ki, bu haqda heç bir kəs heç bir şey bilməməlidir, ancaq sülalə üzvləri istisna olmaqla. İdarə olunan xalqa heç bir sir verilməməlidir. Yəni ki, gizli olmalıdır. Bax dedim ki, xalq bilməməli, cəmiyyət bilməməli, ictimaiyyət bilməməli. Vaxt keçdikcə siyasətdə əsl dövlət işlərinin sülaləyə ötürülməsi mənasını itirir. Müəyyən bir dövr olur və vaxt gələcək ki, məsələn, Səudiyyə Ərəbistanda krallıq ləğv olunacaq və bir növ sülaləlik missiyası öz mənasını itirəcək. Yəni, belə hadisələr çox olub başqa dövlətlərdə. Bu sülalə missiyası gec-tez öz məiyyətini itirməlidir və itirəcək. Əcnəbi Molla Yurdun şahına deyir ki, bu da işimizin müvəqqətinə xidmət edir. Yəni, bunu o Qırmızı kitabın qanunudur. Yəni, bu proses belə davam etməz. Gec-tez bu proses yekunlaşmalıdır. Yəni, bu sülalə siyasəti məsələsi ləğv olunmalıdır və öz mahiyyətini itirməlidir. Əziz dinləyicilər, bununla da mən belə deyək, öz fikrimi tamamlayıram. Hələlik bu qədər. Sağ olun. Gələn görüşlərə dək.